Hər vaxtınız xeyirli olsun, hamınızı salamlayıram. İş həyatımdan kiçik bir epizod danışacağım. Demək, 2003-cü ildir, Voronejdəyim. Rusiyanın Voronej şəhərində Voronej maya zavodunda işləyirəm. Demək, şirkətin sahibi, Qariboğlu Şirkətlər Qrupunun prezidenti Mehmet Nida Qariboğlu'nun koordinatoru olarak işləyirəm orada. Daha çok satış sisteminin nizama salınmasıyla məşğulam. Xüsusilə demək, Voronej maya zavodunun məhsulları Rusiyanın orta bölgesinde, mərkəzi bölgesinde bütün şəhərlərdə satılırdı. Ancaq bu satış sistemi çox bərbad vəziyyətdəydi. Distribütörlərin arasında distribütörlərlə əlaqələr çox zəif idi. Bəzi bölgelərdə distribütörlər tamamilə şəxsi münasibətlər əsasında qurulmuşdu. Heç bir sistematik məlumat, data axını yox idi. Distribütörlər arasında, distribütörlər istehsalçı arasında və s. Bu sistemi yenidən 6 ay ərzində demək olar ki, yenidən nizama saldım. O vaxt ərzində zavoda rəhbərlik Türkiyə tərəfindən demək, köhnə Türkiyə ordusundan belə deyək, qovulmuş bir gizir tərəfindən idarə olunurdu. Yəni heç bir belə deyək, savad baxımından, xarizma baxımından heç bir xüsusi özəlliyi olmayan bir adam idi. Amma demək ki, şirkət sahibləri tərəfindən etibar olunmuşdu bu adama. Neyse, bu adam da mənim orada olmağımı istəmirdi. Çünki məni özünə rəqib görürdü. Elə bilirdi ki, mən tezliklə zavodun rəhbəri olacağım. Əslində elə doğrudan da mən o məqsədlə göndərilmişdim ora, amma sonradan şirkət sahibləri arasındakı, qardaşlar arasındakı fikir ayrılığına görə bu alınmamışdı. Neyse, onu qoyaq bir kənara. Demək, qışdı, məlumat gəldi ki, şəhər rəhbərliyi, şəhərin meri bütün müəssisə rəhbərlərini yığıb, ayrı-ayrı da gün ərzində hərəyə bir vaxt verir və görüşmək istəyir. Şəhərə deyəsən təzə mer gəlmişdi o vaxtlar. Neyse, bizim müəssisəni də dəvət ediblər günorta saat 4-də. Bu adam mənə dedi ki, bu Türkiyə tərəfindən göndərilən müdür, bu keçmiş ordudan atılmış adam. Dedi ki, bəs məndən gedərsən? Dedim, əlbəttə gedərəm. Biz getdik, Voronejin meri bizi qarşıladı. Otaqda görüşürük. Üçümüzük. Demək, mer, bu Türkiyə tərəfindən, bu Türkiyəli, mən. İndi mer söhbət edir. Mer deyir ki, mən sizin haqqınızda, bu müəssisə haqqında fikrim var, məlumat verilibdi mənə. Müəssisənin rəhbərliyi haqqında, müəssisədə gedən yenidən qurma işləri haqqında. Mən də qısaca olaraq bu Türkiyəli adam Rusça bilmədiyi üçün mən məlumat verdim. Amma mer tamamilə üzünü mənə çevirir. Mən bildirməyimə baxmayaraq ki, şirkətin rəhbəri bu adamdır. Mer ona heç fikir vermir, elə mənlə danışır. Sonra söhbət əsasında mer demək olar ki, mən çəp oturmuşam. Əslində mer bu Türkiyəli ilə üzbəüzdür, amma onunla danışmır, ona xitab eləmir, mənlə danışır. Mer dedi ki, sizin şirkətin rəhbərini daha çox indiyə qədər çox təəssüf ki, mənfi demək, onun haqqında mənfi məlumatlar gəlir, çox xoş məlumatlar gəlmir. İş vaxtının daha çox şirkətin işləri ilə, problemləri ilə məşğul olmaq əvəzinə şəhərin əyləncə mərkəzləri, gecə klubları, disko, misko, belə yerlərdən bunun daha çox görülür. Bunun indi belə deyək də xüsusi orqanlar ona belə məlumat vermişlər. Ona görə də bu adam demək olar ki, biz təxminən bir 45-50 dəqiqə söhbət elədik. Zavodun perspektivi, zavodda görülən işlər, görüləcək perspektivdə görüləcək işlər və s. haqqında mən ona məlumat verdim. O bəzi suallar verdi, suallar aldı. Demək, bu görüş ərəfəsində, görüş ərzində bu 45 dəqiqə, təxminən 45-50 dəqiqəlik söhbət arasında bu adam demək olar ki, o Türkiyəli adama
Mer xitab eləmədi, üzünü də çevirmədi. Elə onun o qədər mənfi demək onun haqqında məlumat almışdı ki, heç görüşmək belə istəmədi. Axırda yenə də sağollaşanda da mənim əlimi sıxdı. Dedi ki, inanıram ki, siz bu zavoda gəlişinizlə bu zavodda nə isə dəyişiklik eləməyə imkan tapacaqsınız, sizə uğurlar və s. Bu adamla da belə soyuq görüşdü, getdi. Demək istədiyim, şirkətin rəhbəri çox önəmlidir. Şirkətin rəhbəri o şirkət haqqında, rəhbərlik etdiyi şirkət haqqında fikir oyadır. İnsanlar arasında, digər rəqiblər arasında, digər tərəfdaşlar arasında. Ona görə də şirkət rəhbəri seçərkən onun sadəcə belə deyək, sizə yaxınlığı, sizə olan loyallığı deyil, onun insani keyfiyyətləri, onun biliyi, onun bacarığı, onun dürüstlüyü, onun xarizması, bu şeylərə də fikir vermək lazımdır. Bax, belə bugün sizə iş həyatımdan kiçik bir epizod danışdım. İnşallah sizinlə görüşmək üzrə. Allah'a əmanət olun. Sağ olun.